Modal feillər testini ən asan necə həll eləmək olar? Gəlin baxaq. Hər kəsə salam, mən Humay müəlliməm. Boşluqdan sonra toolsuz feil gəlir. Verilən variantlardan hər birini işlətmək mümkündür. Baxırıq uzlaşmaya. There are indiki zaman. İndiki zamanla biz keçmiş zaman işlədə bilmərik. Əlimizdə 4 dənə variant qalır. Təbii ki, hamısı indiki zaman və təsdiq olduğuna çıxıb götürürük A variantı. Keçirik 7-ci suala. Boşluqdan sonra toolsuz feil işlənib. Verilmiş variantlardan hər biri düzgündür. Buna görə də zaman uzlaşmasına baxırıq. There is indiki zamandır. Keçmiş zaman hətta işlənməz. İndiki zamanları əlimizdə saxlayırıq və təsdiq olanlar bir-birini aparır, götürürük D variantı. Biz pəncərəni açıq tutmamalıyıq, çünki güclü külək əsir. Baxırıq 8-ci suala. Boşluqdan sonra to işlənir. May to ilə işlənməz. Can to ilə işlənməz. Must to ilə işlənməz. Y variantında da will be able-ın B'si yox. Cavab olur D variantı. Baxırıq 9-cu suala. Boşluqdan sonra to yoxdur. Must to ilə işlənmir, səhvdir. B ola bilər. Don't have to-nun to'su yoxdur. Don't need bu modal feil deyil. Çünki modal feil kimi need'in özünə not artırılır. Ona görə D də yanlışdır. Need to deyə bir şey yoxdur. Need to ilə işlənən modal feil deyil. Cavabımız olur B variantı. Videonu bəyəndinizsə like etməyi və səhifəyə abunə olmağı unutmayın.